A paraleldir B, C paraleldir D olarsa alfanın dərəcə ölçüsünü tapın. Şəkildə C düz xətti ilə D düz xətti paralel verilibdir. B düz xətti isə onları kəsən hər hansı bir üçüncü düz xətti. Onda deyə bilərik ki, 5x üstəgəl 3y bucağı ilə 2x plus 6y bucağı daxili çarpaz bucaqlardır. Məlumdur ki, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Buradan sadələşdirsək 5x-dən 2x çıxırıq 3x, 6y-dən də 3y çıxanda alırıq 3y, hər tərəfi 3-ə böləndə x bərabər y alınır. Belə saxlayaq və keçək digər hissəyə. Və şəkildə verilibdir ki, A düz xətti ilə B düz xətti bir-birinə paraleldir. Onda bu mavi rəngli fərqləndirdiyim fiqura əsasən deyə bilərik ki, 4x plus 2y ilə 5x plus 3y-in cəmi 6x plus 5y üstəgəl 18 verir. Bu hansı deməli qayda əsasındaydı? Bunun şəkili orada yazıram, qeyd yazaq. Məsələn, bu alfa olsun, bu beta olsun, bu da x olsun. Burada x bucağı alfa ilə betanın cəminə bərabərdir. Əslində bu çarpaz bucaqların xassəsindən alınır. Deməli, burada hər bir y-in yerinə bir x qoysaq, onda nə olacaqdır? Deməli, 4x, 2x, 6x, üstünə 5x gəlirik. 11x, 11-in üstü 3 gəlirik, 14x. 14x alınır. Sol tərəfdə, sağ tərəfdə isə 11x alır. Üstəgəl 28. 3x bərabərdir 28-ə. Demək, 3x bərabərdir 28-ə. Və biz nəyə hesablama? 18-ə. 3x bərabər 18-ə. Səhv köçürtmüşəm. 3x bərabərdir 18-ə. Buradan x bərabərdir 6-ya. İndi biz 2x plus 6y-i hesablaya bilərik. 2x plus y-in əvəzinə x yazsaq 6x bərabər 8x-ə. 8 vurulsun 6 bərabərdir 48-ə. Demək, şəkildə həm də baxırıq ki, burada A düz xətti ilə B düz xətti paraleldir. C də onları kəsən deməli 3-cü düz xətti. Onda 2x plus 6y bucağı ilə alfa bucağı uyğun bucaqlardır. Uyğun bucaqlar da bərabər olduğu üçün elə alfanın da dərəcə ölçüsü 48-dir.